ayağında sudurqa problemi var idi. Həmişə qeyd edirdi ki, ayağında sudurqa tutub. Biz onunla danışanda dedi ki, sudurqası tutub. Konkret, Az İctimai TV-yə istinadən xəbər verir ki, bunu dünən Heydər Əliyev prospektində yüksək sürətlə qəza törədən Anar Nəcəfovun gəlini Minəvvər Nəcəfova deyib. Qayınatasının törətdiyi qəza haqqında danışan Nəcəfova bunları qeyd edib. Şok keçirib, ayağı qazda ilişib qalıb. Özü də hələ qəzanın şokundadır. Özünün sənəti var idi, taksi işinə sırağa gün başlamışdı. Dünən Bakıda taksi sürücüsü ilə bağlı baş verən bədbəxt yol qəzası hadisəsindən yararlanmağa çalışan Embavot şirkətinin rəsmi Facebook səhifəsindəki paylaşımı sosial şəbəkələrdə xeyli etirazla qarşılanıb və şirkət ciddi şəkildə tənqid edilib. Bədbəxt hadisədən özünə reklam qazanmağa çalışan şirkət linç edildikdən sonra paylaşımı silsə də ictimaiyyətə açıqlama verməyi belə özünə əziyyət hesab edib susqunluğunu qoruyub. Konkret, Az məlumat verir ki, Pravda Az şirkətin mövqeyini öyrənmək üçün Embadodun baş ofisi ilə əlaqə saxlayıb. Şirkətin əməkdaşı suallara aydınlıq gətirməyə əvəzinə rəhbərliyin tapşırığını saytımıza diktə edib, sualınızla bağlı ofisimizə rəsmi məktubla müraciət etməlisiniz. Şirkət rəhbərliyi belə tapşırıq verib. 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən Embavot MMC-nin qanuni təmsilçisi hazırda Elşad İnşallah oğlu Abbasovdur. Şirkətin deputat Məşhur Məmmədova məxsus olduğu qeyd edilir.